Aleykümselam və rahmetullahi və barakatuhu. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki: "Mən nama an salatin aw nasiyaha falyusalliha iza zakaraha." Kim bir namazdan yatıb qalarsa və ya onu unudarsa, xatırlayan kimi onu qılsın və yaxud da ki, oyanan kimi onu qılsın. Yəni bir namazı unudarsansa, qılmısan zöhrü, əsri, yəni sübh namazını məsəl üçün deyək, unutmusan və yadına düşən kimi bunu qılmalısan və yaxud da ki, oyanan kimi bunu qılmalısan. Əgər yatıb bir neçə namazı keçirmisənsə, yəni yatdın, sübhdür, zöhürdür, əsr namazları keçib. Yəni vacibdir ki, bunların hamısını qılasan və hamısını tərtiblə qılasan. Birinci sübh namazını, sonra zöhr namazını, sonra əsr namazını. Amma yəni birdən namaz yaddan çıxar, zöhrü qılarsan, əsri qılarsan, sonra yadına düşərsə, bu zaman zöhrdən əsri qaytarmağa ehtiyac yoxdur, təkcə sübh namazını qaytarmalısan. Nəyə görə fərq var? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm həmin hədisin özündə, yəni ki, fərq açıq-aydın bilinir. Bir var məsəl üçün insan namazları qəza edir, hansısa səbəbdən dolayı namazları qəzaya düşür, tərtibsiz qılır. Bu zaman həmin insana deyirik ki, yox, sənə vacibdir ki, tərtiblə qılasan. Bir də var ki, insan unudub. İnsan unudub. Və bu zaman deyirik ki, sənə hansı ki, unutduğun namazı qaytar. Unutduğun namazı qaytar və bu zaman zöhr və əsri qaytarmağa ehtiyac yoxdur. Zöhr və əsri qaytarmağa ehtiyac yoxdur. Və həmçinin bir kimsə namazlardan yatıb qalarsa, yəni sübh, zöhr, əsr namazlarından yatıb qalarsa, bu kimsəyə də vacibdir ki, tərtiblə qılsın. Bu kimsəyə də vacibdir ki, tərtiblə qılsın. Birinci sübhü, sonra zöhrü, sonra da əsri. Olmaz ki, tərtibi pozmaq. Olmaz ki, tərtibi pozmaq. Və hətta alimlər deyirlər ki, tərtib pozularsa, bütün namazlar təzədən qaytarılır. Və ona görə bu diqqət yetiriləsi məsələdir. Yəni, hansısa bir namaz unutdunsa və ya yatıb qaldınsa, qaytarırsan, onu qəza edirsən. Və bu inşallah ki, bir üzürdür. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə açıq-aydın deyir ki, kim namazdan yatıb qalarsa və ya unudarsa, oyandığı anda və yaxud da ki, yadına düşən kimi onu qılsın. Barakallahu fikum.